200 min manatlıq dələduzluq, müalicəyə ehtiyacı olan körpələrin adından istifadə eləyirmiş. Instagram sosial şəbəkəsində şəkillər, video paylaşmışam və o videolarda öz kartını paylaşmışam ki, güya uşaqlara kömək eləsinlər, amma mənim kartıma pullar gəlib, bu yolla dələduzluq eləmişəm. Ümumi məbləğ 200 min manat pul gəlib. Kibir Cinayətkarlıqla Mübarizə Baş İdarəsindən reporta verilən məlumata görə sosial şəbəkələrdə müalicəyə ehtiyacı olan uşaqların şəkillərini paylaşaraq dələduzluq etməkdə şübhəli bilinən 30 yaşlı Rəsul Həsənov saxlanılıb. O, xəstə müalicəyə ehtiyacı olan körpələrin foto və video görüntülərini Instagram sosial şəbəkəsində yaratdığı Zəhra balama yardım, körpə balama dəstək, Əli üçün yardım, Yusif serebral iflic və s. səhifələrdə paylaşaraq təcili yardım edilməzsə, körpələrin həyatı üçün təhlükə yarana biləcəyini qeyd edir. Toplanan pulları nağdlaşdıraraq şəkillərini paylaşdığı uşaqların ailələrinə yox, öz şəxsi ehtiyaclarına xərcləyir. Faktla bağlı araşdırma aparılır.